Salam, bugün sizinlə birlikdə noun bölməsi haqqında danışmaq istəyirəm. Noun ingilis dilindən Azərbaycancaya tərcüməsi isim deməkdir. Əşyanın adını bildirir. Kim, nə, hara sualına cavab verir. Yəqin ki, Azərbaycan dili bölməsindən bilirik. Kim, who, nə, what, hara və ya adlanır. Quruluşca 3 növü var. Sadə, simple noun, yəni bir kökdən ibarət olur. Apple, pen, pencil, çaya, book, bir sıra sözlər. Düzəltmə isimlər derivative noun adlanır. Kök və şəkilçidən ibarət olur. Şəkilçilər 2 cür olur. Suffixlər və prefikslər. Burada asan bir sözün yadda saxlamağı üçün belə deyə bilərək ki, suffix və söz sonunu necə yadda saxlayarıq? Bunun əvvəlində s var, bunun da burada s var. Söz sonu suffixsi s kimi yadımızda saxlaya bilərik. Deməli, baxaq, suffixlər, yəni söz sonu şəkilçiləri hansılardır? Age, marriage, ship, er, or, are, who, don't, meant, x, realism, why kimi şəkilçilərdir. Bunların bir qismi, yarısı isə Günara Ümidovadan oxuya bilərsiniz. Mən bir qismini yazmışam. Prefikslər hansılardır? Cəmi 4 dənədir. Çox asandır. This, mis, in, on, yəni belə yadımızda saxlaya bilərik. Mürəkkəb isimlər 2 kökdən və daha artıq köklərin birləşməsi ilə yaranır. Defislər mother-in-law, ayrı-ayrı apple tree, bitişik cupboard adlanır. Daha sonra ümumi isim haqqında danışmaq istəyirəm. Common noun adlanır, kiçik hərflə yazılır. Teacher, pen, book kimi isimlər aiddir buna. Xüsusi isim hansılardır? Proper noun, böyük hərflə yazılır. İnsan adları, yer adları nəzərdə tutulur. Misal üçün, insan adına aid Nigar, daha sonra yer adları Baku, Big Ben, Nil, Azon kimi isimlər vardır. İsim 2 cür olur. Konkret isimlər, mücərrəd isimlər. Konkret isimlər, concrete noun, gözlə görə bildiyimiz, toxuna bildiyimizdir. Abstract noun, yəni mücərrəd isimlərdir. Mücərrəd isimlər konkretin tam əksidir. Yəni gözlə görə bilmədiyimiz, toxuna bilmədiyimiz adlanır. Buna aid nümunə, məsələn, konkretə aid nümunə kitabı götürə bilərik. Məsələn, bu həm toxuna bilirik, həm də görə bilirik. Daha sonra mücərrəd isimlər, wish, dream, arzu, məsələn, belə. Deməli, bir başqa bölməmizin adı isə sayıla bilən və sayıla bilməyən isimlərdir. Sayıla bilən isimlər countable, sayıla bilməyən isimlər isə uncountable nounlardır. Sayıla bilən isimlərin xüsusiyyətləri həm təkdə, həm cəmdə olur. Qarşısında article işlənir, rəqəmlə işlənir. Bunun tam əksi isə sayıla bilməyən isimdir. Xüsusiyyətləri həmişə təkdə olur. Qarşısında an article işlənmir, the article işlənir. Rəqəmlə işlənmir. Bu qədər. Bu isimlər sayılmır. Ərzaq məhsulları, icma növləri, mücərrəd mənalı sözlər, maddə və ya halları, digər sözü sayılmır. Çünki sonunda s var, digərsi cəmdir. Niyə görə sayılmır? Sonundakı s burada cəmin işarəsi deyil, ona görə. Deməli, bəzi istisna hallarımız var. Bu sonuncu qaydamızdır. Deməli, indiki dərsimizdə sonuncu qaydamızdır. Heyə, həm saç mənası var, həm də tük mənası var. Saç mənasına sayılmır, amma tük mənasına sayılır. Ayən, dəmir, ütü mənası var. Deməli, dəmir mənasında sayılmır, ütü mənasında sayılır. Work, iş mənasında, əsər mənası da var. İş mənasında sayılmır, əsər mənasında sayılır. Deməli, workla job sözləri sinonim sözlərdir. Lakin work iş mənasında sayılmır, amma job iş mənasında sayılır. Sonra paper kağız həm də qəzet mənası var. Kağız mənasında sayılmır, qəzet mənasında sayılır. Glass şüşə, stəkan mənası var. Şüşə mənasında sayılmır, stəkan mənasında sayılır.